Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Əziz, qiymətli qardaşlar, hürmətli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi ve selləmə, onun ailəsinə, sahabələrinə, əhli beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası bərəkət olsun. Allah Taala'nın müvəffəqiyyəti, onun yardımı və köməkliyi ilə fiqh dərslərimizə davam edirik. Bu dərsimizdə biz niyyətin yeri haqqında öyrənəcəyik. Keçən dərsimizdə öyrəndik ki, ən-niyyətu məhəlluhəl qalbu. Niyyətin yeri insanın qəlbidir. Fələ yəhtəcu ilə tələffuzu bihi. Onu dil ilə söyləməyə ehtiyac yoxdur. Bəl huvə bid'ətun haramun munkarun. Əksinə, bu bid'ətdir, haramdır və inkar olunan, şiddətlə qınanılan əməldir. Sahibi tövbəyə çağırılıb, Allahdan bağışlanma istəməyə dəvət olunur. Əgər tövbə edib Allahdan bağışlanma istəsə, nə gözəl. Yox, əgər ısrarla buna davam edirsə, artıq Allah qorusun, bu Allah yanında böyük günah və qəbahətdir. Niyyətin yeri haqqında alimlər və elm əhli buyururlar ki, La xilafə beynəl uləməi ənən niyyə İzə kənət müqaranətun littəkbiri biən əqabəhə mübəşərətən fəhiyyə mucziətun. Alimlər ittifak edib, aralarında heç bir ixtilaf yox ki, əgər insanın niyyət etməsi, namazın açılış təkbiri ilə Allahu Ekber deməklə yan-yana olarsa, belə ki, niyyətdən dərhal sonra təkbir gətirib namaza başladı. Onun namazı sayılır, qəbuldur. Niyyət edib, dərhal namaza başlayıb. Onun namazı sayılır, qəbuldur. Bəl həzə huvəl aslu vəl afdalu. Əslində, ən fəzilətli olan da budur. Ən doğru olan, ən əsas olan da budur. Niyyət edən kimi təkbir gətirib namaza başlamaq. Bu birinci mövzu. Niyyətin yeri ilə əlaqəli. İkinci mövzu, La xilafə beynəhum fi ənnən niyyətə bə'də təkbiri la tuczi. Alimlər fikir birliği edib, onların arasında ixtilaf yox ki, təkbirdən sonra Allahu Ekber deyib namaza başladıqdan sonra insan niyyət eləsə, onun namazı sayılmır. Təkbirə gətirib namaza başladıqdan sonra niyyət eləsə, onun namazı sayılmır. Bu da ikinci mövzudur. Üçüncü mövzu, İdənə və salətə. İnsan namaza niyyət edər. Thumma təşəğalə, thumma salləhə, sahhət salatuhu fi əsahhi əl-qavleyni. İnsan namaza niyyət edər. Sonra nə ilənsə məşğul olar. Sonra namazın, o niyyət elədiyi namazın qılarsa, onun namazı qəbuldur, səhihdir. Alimlər yanında olan iki səhih görüşün birinə görə. Liənnə niyyətuhu müstəhəbbətun lil-hukmi mə ləm yənvi fəsxuhə. Çünki onun niyyəti qüvvədədir. Nə qədər ki, onu pozmağa, əksinə niyyət etməyib Allah Teala ən gözəlin bilir. İnsan namaz qılmağa niyyət edir, sonra nə ilənsə məşğul edir, olur. Sonra namazın qılarsa, onun namazı səhihdir. Düzdür, bu məsələdə iki qövl var, ikisi də səhihdir. Bəzi alimlər deyir, xeyr, səhih deyil. Bu da doğru görüşdür. Bəzi alimlər isə deyir ki, səhihdir. Bu da doğru görüşdür. Çünki onun nə qədər ki, əksin fikirləşməyib, əksinə niyyət eləməyib, onun niyyəti qüvvədədir və
Allah Subhanahu taala onun ibadətini qəbul edir. Şeyx Allamə Salih İbn Fəvzan hafizahullah buyurur ki: "Yenvi ma'a tekbiratil ihram." İnsan niyyət edir və açılış təkbirini gətirir. Hər ikisi də bir-birinə bağlı ard-arda olur. Namaza niyyət edir və açılış təkbirini gətirib Allahu Ekber deyib namaza başlayır. لِتَكُونَ النِّيَّةُ مُقَارَنَةٌ لِلْعِبَادَةِ Niyyət ibadətə bağlı olsun, onunla birlikdə olsun deyə. وَاِنْ تَقَدَّمَتْ بِزَمَنٍ يَسِيرٍ فِي الْوَقْتِ فَلَا بَأْسَ Əgər insan ibadətə başlamamışdan qabaq, açılış təkbirindən azca qabaq niyyət edərsə, sonra açılış təkbirini gətirib namazın qılarsa, eyb etməz, onun namazı səhihdir. Şeyx Salih Əl-Fəvzan hafizahullah buyurur ki: "Yuştaradu en təstəmirran niyyətu fi cəmi'is salati." Şərtdir ki, insan niyyətini bütün qıldığı namaz ərzində qoruyub saxlasın. Namazın qılıb başladığı, namazın bitirib salam verdiyi ana qədər niyyətin qoruyub saxlasın. فَاِنْ قَطَعَهَا فِي əthna'i salati bəqalatis salə. Əgər namazın içərisində niyyətin kəssə, niyyətin pozsa, onun namazı batildir. Onun namazı batildir və sayılmır. Sonra şeyx buyurur ki, bilin ki, bəzi insanlar niyyət edən zaman bidətlər icad edib ortaya atmışlar. Keçmiş dərsimizdə öyrəndiyimiz kimi. Haqqında heç bir dəlil əsas olmadan özlərinin də gözəl bidət adlandırdığı namaz üçün niyyəti dil ilə etmək. Namaz üçün niyyəti dil ilə etmək. Bunlar belə söyləyirlər. Nəvəytu ən usalliyə fardu kəzə, adədu kəzə minər rəkəati, ədəu lillahi xalfə həvəl imami. Görün, nə qədər uzun bir ləfiz. Mən filanca fərz namazı qılmağa niyyət etdim. Bu qədər rükət qılacam, bu imamın arxasında namazımı qılacam. Yadda saxlamaq əlbəttə çətindir, müşkül məsələdir. Halbuki niyyət qəlblə olanda sən o ibadəti görməyə hazırlaşmağın asandır və həmin ibadətin niyyətidir. Hətta bəziləri deyirlər ki, mən dəstəmaz alıram ki, bu təmiz, halal, pak su ilə birinci günorta namazının 4 rükət sünnətini qılacam, sonra iqamə gətirib, imamın arxasında günorta namazının 4 rükət fərzini qılacam. Sonra 2 rükət günorta namazının sünnətini qılacam. Buna görə mən dəstəmazam. Subhanallah. Bu insanın ömrü artıq dəstəmazxanda keçsə. Bir də görəcək ki, günorta namazı artıq qurtar. Hamısı vəsvəsə, hamısı təlaş, hamısı narahatçılıq, təkcə özünə yox, digər insanlara da bu narahatçılıqdır və ibadətlərində əziyyət salmalıdır. Həzə şeyun ləm yəf'aluhu Rasulullah sallallahu aleyhi və səlləm. Bu şeyi Peyğəmbər sallallahu aleyhi və səlləm etməyib. Fələm yunqal anhu ənəhu tərəffəzə bin niyyət lə sirran və lə cəhran və lə əmara bizəlik. Ondan gəlməmiş ki, o namaza niyyəti səslənir. İstər açıq, aydın, istərsə də gizli, sakitcə. Heç bu haqda heç bir rəvayət də gəlməmiş və çatmamışdır bu günə qədər. Nə Peyğəmbər sallallahu aleyhi və səlləm, nə də onun səhabələrinə. Şeyxülislam və Teymiyyə rahiməhullah buyurur ki, Əl-cəhru bin niyyəti lə yəcibu və lə yüstəhabbu bittifaqil musliminə. Namazda niyyəti açıq-aşkar etmək nə vacib deyil, nə də müstəhəb deyil. Alimlərin ittifaqına əsasən. Bəl cəhru bin niyyəti bid'atun muxalifun liş-şəriəti. Əksinə, niyyəti etmək dillə bid'ətdir və şəriətə
Əks müxalif olmaqdır. İzə fəalə zəlikə mu'təqidətən ənəhu minəş-şər'i fəhuvə cahilun dallun. Əgər insan bunu etiqad edərək ki, bu şey şəriətdəndir, dindəndir, artıq həmin şəxs cahil və zəllət əhlidir. Yəstəhiqqu tə'ziru vəl-uqubətu alə zəlik. O insanın cəzalandırılması haqdır və doğrudur. Əlbəttə bunu alimlər, əmr sahibləri edir, şəriə qazilər edir. Bizə sadəcə düşən nəsiyyət eləməkdir. Gözəl şəkildə, hikmətlə, ədəb-əxlaqla nəsiyyət eləmək. Eləyər nə gözəl. Eləməz artıq sən üzərvə düşəni boynunda olan eləmirsən. Sizdən biri bir haram münkər görəndə bacarırsa onu əli ilə mane olsun, bu kimin işidir? Əmr sahibinin işidir. Bacarırsa dini ilə nəsiyyət eləsin, bu elm əhli və dəvətçilərin işidir. Bacarırsa qəlbində bilsin ki, bu şey düzgün deyil, həmin yeri tərk eləsin. Bu da sıravi və ümumi cəmaatın işidir. يستحق التعزير والعقوبة على ذلك إذا أصر على ذلك بعد تعريفه والبيان له لا سيما إذا آوى من إلى جانبه يرفع صوته أو كرر ذلك مرة بعد مرة فإنه يستحق تعزير البليغ على ذلك. Eğer insan bunda ısrar ederse, ona beyan olup açıqlandıqdan sonra, ona öyrədilib, başa salındıqdan sonra bunda israr eləyərsə, xüsusilə də ətrafındakılara səsini qaldırmaqla əziyyət verərsə, belə ki, görürsən ki, çoxlu təkrarlayır, artıq o şəxs labuddur ki, lazımdır ki, demək, nəsiyyət olunsun və ona, demək, başa salınsın ki, belə eləmə cəmaata mane olma. Belə eləmə və cəmaata mane olma. İnşallah burada kifayətlənəyin. Allah subhanahu və teala bizləri eşidib, başa düşüb, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Həmçinin şeyx buyurur ki, niyyəti dil ilə söyləmək bidət olduğu kimi insana riya da gətirə bilir. Bidət olduğu kimi insanı Allah qorusun, riyaya da sala bilir və riya qarışmış ibadət nədir? Savabı, mükafatı ya azalır ya da həmin ibadət heç sayılmır. لِأَنَّ الْمَطْلُوبَ إِخْلَاصُ الْعَمَلِ لِلَّهِ وَإِخْفَاؤُهُ İbadətlərdə tələb olunan Allah ilə ixlaslı olmaq və onu gizlətməkdir. Onu gizli etməkdir. İllə mə varada dəlilun bi-izharihi. Yalnız onu açıq-aşkar etməyə şəriətdə dəlil, sübut varsa, o zaman o açıq-aşkar edilir. Ümrənin və həccin niyyəti kimi. Niyyət qəlbdə olur, sadəcə o sözlə deyilməlidir. O da niyyətin deyil, dua və zikirdir. Fəl-ləzi yənbəği lil-muslimi ən yəkunə viqafən ində hududu-şəriəti amilən bis-sunəni tərikən lil-bidə'i məhmə kənə nəvu'əhə və mimmən kənə mastarəhə. Müsəlmana vacib olan şəriətin qoymuş olduğu həddlərdə, hüdudlarda dayanmaqdır. Necə buyurubsa o şəkildə etmək. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə əməl etməkdir. Bidətləri tərk eləməkdir. Hansı növ olursa olsun, məsdəri, mənbəsi kim olursa olsun, yəni kim deyirsə desin. Şəriətlə getmək, sünnəyə əməlləmək, bidətləri tərk eləmək. Hansı ibadətdə olursa olsun və sözü mastarı deyən kim olursa olsun. Allah subhanahu və teala buyurur ki, قُلْ أَتُعَلِّمُونَ اللّٰهَ بِدِينِكُمْ Siz Allah'a dininizi mi öğredirsiniz? Ya Allah subhanahu teala bilmirdi mi ki sen zöhrü kılassan, ya asrı kılassan? Dəst namazı zöhr üçün və ya asr üçün alsan, sən Allah'a deyirsən ki, niyyət elədim Allah rızası üçün, dəst namaz alıram ki, zöhr namazını qılacam. Allah Teala onu bilmirdi mi? Sən Allah'a din mi öğredirsən? Vallahu ya'lemu ma fi's-semawati ve ma fi'l-ardi. Allah Teala semada olanları da ne baş verdiğini bilir ve yerde olanlara baş verdiğini bilir. Vallahu bi kulli şeyin alim. Allah Teala her bir şeyi bilir. Hucurat suresinin 6. ayet. Allah Subhanahu Teala bilir. Hiç seni yaratmamışlar. 50 min il qabaq. Bilirdi ki sen bu gün bu tarixdə dəst namaz alıb məğrib namazını qılasan, işa namazını qılasan. Fallahu a'lem
biniyyetil kulubi ve maksaduha. Allah subhanahu ve teala insanların qəlblərində olan niyyətləri və məqsədləri ən yaxşı biləndir. Fələ hacədə ilə talaffuzu biha fi's salati və fi cəmi'il ibadati. Ehtiyac yoxdur. İstər namazda, istərsə də digər ibadətlərdə niyyəti dil ilə söyləmək. Vallahu Teala a'lem. Vaffaqallahu cəmi'ə limə yuhibbuhu və yarda. Ən gözəl, ən doğrusun Allah bilir. Allah subhanahu və teala bizlərin hamımızı sözlərin və əməllərin ən gözəlinə və özünün razı qaldığına yönləndirib istiqamətləndirsin. Amin.